Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir sual var idi. Verilir ki, 213-ün üstü 321 ədədinin son rəqəmi hansı rəqəmdən bitir? Yəni 213-ü 321 dəfə bir-birinə vurmalıyıq biz və cavabın son rəqəmini götürməliyik. Əlbəttə biz bunu vurub hesablaya bilmərik. Odur ki, müəllimlər, bunun qaydası necədir? 212 deyil. Yəni bir dənə bizə sonuncu rəqəm lazım bizə. Deməli, biz sadəcə nəyi tapmalıyıq? 3 ədədinin qüvvətini tapmalıyıq. Yəni 3 üstü 321-i tapmalıyıq. Baxın, sadəcə 3-ün üstü 321 ədədinin son rəqəm neçə olduğunu tapmalıyıq. Bunun üçün də müəllimlər biz nə etməliyik? 3-ün qüvvətlərini tapmalıyıq. Baxın, 3-ün üstü 1 neçə ilə bitir? Əlbəttə 3-ün üstü 3, 1, 3 eləyir. 3-ün üstü 2 neçə ilə bitir? 9 ilə bitir. Sonra 3-ün üstü 3 neçə ilə bitir? Əlbəttə 27. Yəni bizə son rəqəm lazım. 7 ilə bitir. 3-ün üstü 4 neçə ilə bitir? 81 eləyir. Yəni 1 ilə bitir. Nəhayət 3-ün üstü 5-ə baxaq. 3-ün üstü 5-ə baxın. 243 düzdür. Yəni 3 ilə bitdi. Baxın müəllimlər. 3-ün üstü 5 3 ilə bitdi. Bir də 3-ün üstü 1 3 ilə bitmişdir. 1-dən 5-ə qədər nə qədər ara məsafəsi var? 4 addım var. Düzdür. Deməli 3 üçün period 4 demiş. Sadəcə 3-ün qüvvətini 4-ə bölmək lazımdır. 3-ün qüvvəti 4 321-dir. 321-i 4-ə böldük. Qalacaq 80 dəfə qalır 1. Düzdür. Həmin 1-i də qoy 3-ün qüvvətini. Deməli axtarılan cavab neçədir? 3-ün üstü 1. Yəni cavabımız 3 oldu.